Fevralın 21-i bütün dünyada beynəlxalq ana dili günü kimi qeyd olunur. Bangladeş səfirinin istəyi ilə fevralın 21-i UNESCO tərəfindən ana dili günü kimi qeyd olunmağa başladı. 1952-ci ildə Bangladeşin Bengal şəhərində öz ana dilinin rəsmi dil olması üçün 4 tələbənin öldürülməsi hələ də insanların xatirəsində canlanır. Azərbaycanda ana dili günü mədəniyyət və dilin rəngarəngliyini qorumaq məqsədi ilə keçirilir. 1991-ci ildə biz müstəqillik qazandıqdan sonra Heydər Əliyev bir çox qərarlar verdi. Bu qərarlardan biri də 2001-ci ildə verilmiş qərardır. 2001-ci ildə avqustun 9-u Heydər Əliyev elan etmişdir ki, avqustun 1-i Azərbaycanda Azərbaycan əlifbası günü qeyd olunur.